Bağışlayan və mehriban Allahın adıyla hər vaxtınız xeyir izləyicilər. Haqqadar verilişi yenidən sizin görüşünüzə gəlib. Maraqlı mövzularla və maraqlı qonaqlarla görüşünüzə gəlirik. Verilişlərimizi bəyənirsinizsə, əlbəttə ki, YouTube səhifəsi üzərindən paylaşın və bizə dəstək olun. Bugün 7-ci imam, İmam Musa Kazım əleyhissalamın şəhadət günüdür və belə qərar gəldi ki, imam haqqında ətraflı məlumatlar alaq. Bu mövzu ilə müzakirə üçün ilahiyyatçı Hacı Mütəllim Əliyevi dəvət etmişik. Hacı, xoş gəlmişsiniz. Təşəkkür edirəm. Qeyd etdim, 7-ci imam, İmam Musa Kazım əleyhissalamın şəhadət günüdür. Bu barədə müzakirə aparaq inşallah sizinlə. Hacı, ilk sualım belə olacaq ki, İmam Musa Kazım əleyhissalamın Abbasilər xilafətində, yəni bu xilafətin cəmiyyətlə və imamla belə deyək, davranışı necə idi? Bu barədə nə demək olar? Bismillahirrahmanirrahim. Öncə təşəkkür edirəm sizlərə və ikinci növbədə də bizim 7-ci imamımız İmam Musa Kazım əleyhissalamın şəhadəti münasibəti ilə həm sizlərə, həm də cəmiyyətimizə, xalqımıza başsağlığı verirəm. Allah dünyada da, ahirətdə də bizləri o pək məsum imamlarımızdan, Peyğəmbər övladlarından ayrı salmasın. İmam Musa Kazım əleyhissalam bizim 7-ci imamımızdır ki, təqribən 54-55 il ömür sürüb, onun da 35 ilini imamət dövrüdür, imam kimi. İmam Musa Kazım əleyhissalamın dövrü təsadüf eləyir Əbbasi xəlifələrinin dövrünə ki, mən istəyərdim elə bu sualın cavabını mən Əbbasi xəlifələrinin elə sualda da qeyd olunduğu kimi həm imamın özü ilə, həm övladları ilə belə deyərdik və həmçinin də cəmiyyətlə davranış qaydaları bu barədə danışaq ki, ümumiyyətlə onların davranışları İslama bir növ həm bidət, həm də bidətdən əlavə cəmiyyətin özünə belə deyək, olmazın dərəcədə zülümlər eləyiblər. Elə o zülümlərin barəsində, onların daha doğrusu gətirdiyi fəsadlar barəsində danışaq ki, çünki bir cəmiyyətdə bir şəxs tərəfindən və yaxud bir neçə şəxs tərəfindən qoyulan bir fəsad, yaranan bir fəsad, biz bilirik ki, illərlə, əsrlərlə belə davam eləyir fəsadlar və genişlənir, yayılır, artır. Əbbasi xəlifələrinin ümumiyyətlə qısa şəkildə deyim bunu ki, Əməvi xilafətindən sonra İslam tarixində ikinci xilafət Əbbasi xilafətidir. Əməvi xilafəti təqribən 90 ilə yaxın, bir əsrə yaxın davam eləyib. Ondan sonra da Əbbasi xilafəti, onlar da təqribən 534 il, təqribən 5 əsr yarım davam eləyib. Amma heç də zülümdə, fəsadda Əməvi xilafətindən geri qalmayıblar. Onların da xilafətə gəlmə səbəbi bu idi ki, onlar bir hiylə işlətdilər. Öz ətraflarına Əməvilərdən intiqam almaq üçün, onları məğlub eləmək üçün insanlardan, döyüşçülərdən topladılar və sözlər də bu idi ki, məqsədləri güya bu idi ki, xilafəti onlardan alandan sonra həqiqi sahibini, yəni məsum imamları, Allahın Peyğəmbər vasitəsilə təyin elədiyi imamları elə bu xilafətin, cəmiyyətin imam olaraq üzərinə təyin eləsinlər, yəni xilafəti versinlər sahibinə. Bu məqsədlə ətraflarına çox insanlar topladılar, döyüşçülər topladılar və məqsədlərində də nail oldular xilafəti məğlub eləyəndən sonra, amma öz məqsədləri üçün başladılar işləməyə ki, belə deyək, xilafəti özləri başladılar rəhbərlik eləməyə və nəsil bə nəsil ta 534 il ərzində bir-birlərini ötürdülər. Mənsur Dəvaniqi, Mehdi Əbbasi, Hadi Əbbasi, Harun Ər-Rəşid ki, məşhurdur və onun oğlu Məmun Əbbasi və sairləri, üzü bu tərəfə hamısı. Bunların dövründə ki, həm imamın özü ilə və bir neçə imamımızın da deyərdik ki, təqribən 5-ci imam Muhammed Baqir əleyhissalamdan ta qeybət dövrünə qədər, 12-ci imamımızın qeybinə qədər və ondan sonraki illərdə də hətta imamlarımızın dövrü Əbbasi xəlifələrinin dövrünə düşüb ki, imamların da şəhadətlərinin səbəbi, həmin imamların da adını çəkdiyimiz imamların şəhadətinin səbəbi Əbbasi xəlifələri olub ki, əksəriyyətində zəhər vasitəsilə şəhid ediblər. Onlardan da biri İmam Musa Kazım əleyhissalamdır. Onların İslama vurduğu zərbələr
fəsadlar elə bir neçə belə deyək qrupa bölərdik olar ki, hansı cəhətdən onlar zərbə vurublar İslam'a və imamın da onların fəsadlarının müqabilində atdığı addım nə işlər görüb, o barədə inşallah da danışarıq. Deməli, onların gördüyü fəsadlar, törətdiyi fəsadlar bunlar idi ki, İslam adından hətta bunları eləyirdilər. Ən elə pisi də budur. Birinci bu idi ki, onlar belə bir iş gördülər. Elədiyi fəsadın birincisi əxlaqi fəsaddır. Cəmiyyətdə mədəni fəsad, ümumiyyətlə İslam mədəniyyətinə bir zərbə, İslam əxlaqına vurduqları bir zərbə ki, ümumiyyətlə bu heç bir cəmiyyətdə, normal, əxlaqi bir cəmiyyətdə qəbul olunmur. Nəinki Peyğəmbərin gətirdiyi o gözəl İslamın əxlaqında olsun. Əxlaqi zərbə bundan ibarətdir ki, məsələn, Harun Ər-Rəşid öz hərəmində təqribən 300-ə yaxın rəqqasə saxlayırdı. Hər gün və yaxud bir gündən bir və yaxud həftədə bir neçə dəfə şərab məclisi təşkil edirdi. Rəqqasələrlə filanla, işrət məclisləri təşkil olunurdu. Hər məclisdə, tarixin yazdığını deyirəm, hər məclisdə təqribən 5500 dinar hər məclisdə şərabla rəqqasələrə xərclənirdi. Bunun bu tərəfi. İkinci tərəfi budur ki, məsələn, bu cürdə belə deyək, əxlaqi bir fəsad törətmişdi ki, cəmiyyət də ümumiyyətlə yeni yetişən, yeniyetmə cəmiyyətdə İslamı bu cür tanımağa başlayırdı. Yəni İslamın başında duran xəlifə rəqqasələrdən, işrətlərdən, İslam ondan ibarətdir. Belə tanıtdırmaq. Bu bir fəsad idi. İkinci fəsad isə mali fəsaddır, yəni iqtisadi fəsad. Elə zərbələr vurmuşlar iqtisadi cəhətdən ki, insanların əlindən vergiləri almaqla, cəmiyyətin əlindən vergiləri almaqla yalnız özlərinin işrət məclislərinə sərf eləyirdilər, israf eləyirdilər. Məsələn, onlardan biri Harun Ər-Rəşidin ki, o gözəl bir xanım ki vardı, Zübeydə adında, onu ilə ailə qurmaq üçün onun üçün 5500 milyon dirhəm təkcə onun mehriyyəsinə vermişdi. Hətta o da özü üçün bir şərait qurmuşdu. Bütün var dövlət əllərində. Hətta bir dənə Quran kitabı ki var idi. Quran kitabına üz çəkdirmişdi. Üzərini də qiymətli qaşdaşla bəzəmişdi ki, həmin o Quran kitabın özünün nə qədər qiyməti var idi. Hətta belə bir tarixə belə bir şey də düşüb ki, həmin xanım bir gün Quran oxuyarkən, həmin Quran oxuyarkən gəlir çatır bu yerə, bu ayə ki, lən tənalul birrə hətta tunfiqu mimma tuhibbun. Əgər sevdiyiniz şeydən xərcləməyincə siz yaxşı insan ola bilməzsiniz, yaxşılığa çata bilməzsiniz. Bunu oxuyanda baxır ki, mən sevdiyim var dövlətin içində ən üstünü nədir? Baxır gör ki, bu Qurani-Kərimdən çox buna bağlamışam. Götürür onun üz qabığını soyur, aparır verir zərgərdə onu çevirir pula. Həmin pulla da gedir elə Məkkə yolunda bir dənə quyu qazdırır ki, zəvvarlar oraya gələndə suyundan istifadə eləsinlər. Bu da bu tərəfi. Üçüncü tərəfi bu idi ki, Əhl-i Beyt dostlarına, İmam Musa Kazımın, Peyğəmbər övladlarına əziyyət verirdilər, zülm edirdilər, sürgündə olurdu onlar. Digər tərəfdən onları məsələn öldürürdülər, qətlə yetirdilər. Hətta tarixdə var ki, bir gündə 60 nəfər zindanda Seyyid Peyğəmbər balasının başının bədənindən ayrılırlar. Hətta belə olub. O Mənsur Dəvaniqi Seyyidlərin başlarından, skeletlərindən tarixdə var ki, bir muzey düzəltmişdi. Özü çox vahiməli bir muzeydir. Hətta o başların üzərinə adlarını da yazdırmışdı. Çox vahiməli olduğuna görə o öləndən sonra oğlu qorxusundan həmin muzeyi söktürdü. Yəni belə zülm edirdilər, zindanlar dolu idi. Bu üçüncü fəsadlardır. Və dördüncüsü bu idi ki, ümumi bir fəqirlik yaratmışdılar. İnsanların əlindən vergilərlə çox şeylər alırdılar. Elə fəqirlik yaranmışdı ki, indiki dövrdə də hər bir zamanda fəqirlik olub da, fəqir insanlar olub. Amma nəydə fəqir olublar? Məsələn, bir nəfər qızını köçürtmək istəyir, cehiz almağa pulu yoxdur. Bu cəhətdən fəqirdir. Amma çörək tapır. Çörək hər zaman tapıblar, şükür olsun Allaha. Amma elə bir fəqirlik yaranmışdı ki, insanlar çörək tapa bilmirdilər. Ona görə İmam Musa Kazım Rəsulun işlərindən biri budur ki, kisəni atırdı dalına, yalnız evlərə gecələr, səhərə qədər çörək paylayırdı. Dördüncüsü və beşincisi də bu idi ki, fəsadın. Onlar
elə məktəblər yaranmasına şərait yaratmışdılar ki, məsələn, bəzi sufi məktəbləri yaranmışdı. İnsanlar düşüncələrdə özlərindən Qurani-Kərimə, hədislərə rəy verməklə müəyyən məktəblər, məzhəblər, təriqətlər, cərəyanlar yaranmışdı ki, bu da özü bir fəsad idi. Özləri yol açmışdılar buna ki, yəni İslamın əslində həqiqəti aradan getsin ki, biz öz rahat yaşayışımızı istədiyimiz şəkildə yaşayaq. Belə zülm eləyirdilər və belə də İslamda fəsadlar törətdilər ki, bu Əbbasi xilafətinin, elə deyərdi ki, bütün imamlarımızın dövründə qoyduqları bir bidət, fəsadlar və İslama vurduqları bir zərbə və o cümlədən də İmam Musa Kəzim əleyhissalamın dövründə. Bəs hacı, bunun müqabilində imamın buna reaksiyası, davranışı necə idi? Bəli. İmam Musa Kazım əleyhissalamın da bu Əbbasi xilafətinin törətdikləri bu fəsadların müqabilində onu deyərdi ki, İmam Musa Kazım əleyhissalam əslində 3 belə deyək addım atırdı. 3 istiqamətdə addım atırdı. Birincisi bu idi ki, köməklik eləyirdi insanlara. Çünki onun Əbbasi xilafəti ilə demək olar ki, işi yox idi. Çünki bütün güc, qüdrət onların əlində idi. Ümumiyyətlə, İmam Musa Kazım əleyhissalam xilafətin özü ilə bir işi yox idi. Amma onların törətdiyi fəsadların müqabilində də İmam Musa Kazım əleyhissalam yerində dayanmırdı. Baxmayaraq ki, ömrünün tarixinə əsasən, ixtilafa əsasən 11 və yaxud 17 ilini Harun əl-Rəşidin zindanında keçirdib, özdə çox çətin bir şəraitdə, əzabla, əziyyətlə, zindanda, özdə neçə mərtəbə aşağıda, soyuq, suyun içərisində, hələ buna baxmayaraq ayaqlarında zəncirdə vurmuşdular ki, dar bir yerdə, qaranlıq bir yerdə, əzab, əziyyətlə, zülmlə, buna baxmayaraq yenə də İmam Musa Kazım əleyhissalam hətta zindanın içində olsa da belə, hətta azadlıqda olsa da belə, yenə də öz xidmətindən dayanmayıb, xidmətini göstərib. 3 istiqamətdə köməkləyirdi insanlara. Birincisi bu idi ki, insanlara iqtisadi baxımdan yardım eləyirdi, köməklik eləyirdi. O da necə idi? Məsələn, birini misal dedik elə ki, elə kisəçiyinində, məsələn, gecələr səhərə qədər o insanlar ki, çörək tapmırdılar, onlara çörək paylayırdı. O evlərə yardım eləyirdi. Hətta özündən belə bir hədislə nəql olunur ki, İnnə fil ərdi ibadən yəsəvnə fi həvaicin nas humul aminuna yevməl qiyamə. Özü belə buyurur ki, İmam Musa Kazım əleyhissalam yer üzərində elə bəndələr var ki, o bəndələr tələsərlər insanlara köməklik eləməyə, hacətlərini aradan qaldırmağa. Humul aminuna yevməl qiyamə. O insanlar qiyamət günündə amanda olarlar. Qiyamət barəsində Qurani Kərimdə nə qədər sözlər deyilir ki, elə vəhşətli bir səhnə yaranacaq, qorxulu, dəhşətli bir səhnə olacaq ki, insanlar ana övladından qaçacaq, filan, bacı qardaşdan, qardaş qardaşdan. O qorxunun içərisində bu insanlar amanda olarlar. Öz dediyi sözə də, öz buyurduğu hədisə də İmam Musa Kazım əleyhissalam riayət edirdi. Hətta bundan əlavə də bəzi insanlara yardım eləyirdi. Məsələn, hacəti olan insanlar, çətinliyə düşən insanlar, bir nəfər gəldi İmam Musa Kazım əleyhissalam ki, mən böyük bir bağ salmışam, bostan salmışam, orada müəyyən tərəvəzlər falan əkmişəm, amma çəyirtkələr belə deyək, gəlib doluşublar ora, bütün bostanımı məhv eləyiblər, mən də borc götürüb ora sərmayə qoymuşdum. Bütün deyir, sərmayəm də əlimdən getdi. İmam soruşdu ondan ki, nə qədər sərmayə qoymuşdun? Dedi, 2200 dirhəm. İmam buyurdu ki, mən sənə 2500 dirhəm verirəm, hətta artıqlaması ilə verirdi. Hətta İslamdan əvvəlki tarixdə bir nəfər Səxavət adında dünyada mən deyərdim ki, ad çıxartmışdı Hatəmi Tayi. Hatəmi Tayinin bir səxavətli bir şəxs olub. Hətta İmam Musa Kazım əleyhissalamın dövründə səxavətli şəxslərə ki, Hatəmi Tayi deyirlər, Hatəmi Tayi kimi səxavətlidir. İmam Musa Kazım əleyhissalamın dövründə o qədər insanlara bu cür yardım eləmişdi ki, belə deyək, səxavəti açıq idi ki, insanlar ancaq ondan səxavət görürdülər. Hətta belə bir zərbi məsəl də formalaşmışdı ki, səxavətli insan deyəndə deyirlər İmam Musa Kazım əleyhissalam. Yəni, insanların hacətlərini aradan qaldırır.
qaldırırdı. Özünün nəyi olurdusa İmam Musa Kazım əleyhissalam qoymurdu ki, insanlar çətinlik çəksinlər. Bu bir tutduğu üslub. İkinci bu idi ki, İmam Musa Kazım əleyhissalam insanların düşüncəsində, olar ki, Əbbasi xilafətinin törətdiyi fəsadın müqabilində İmam Musa Kazım əleyhissalam insanlar düşüncələrdə azıb dindən çıxmasınlar, həqiqətdən uzaqlaşmasınlar deyənə onlara o cür yardım eləyirdi. Bəzilərinə baxırdı da, məsələn, imam ki, mən hətta deyərdim ki, o bəzən baxırıq biz Həzrət Peyğəmbərdən və yaxud hər hansı imamdan biri gəlir soruşur ki, ən gözəl əməl hansıdır? Deyir, məsələn, valideynə yaxşılıq eləmək. Digəri bir kere soruşur ki, ən gözəl əməl, ən xeyirli, üstün əməl hansıdır? Deyir, məsələn, sədəqə vermək. Başqasına bir başqa cür cavab verir. Fərqli cavablar. Buradan bir nəticə çıxır ki, deməli, əməllərin hamısı elə yaxşıdır. Amma ikinci tərəfi budur ki, imam və yaxud Peyğəmbər gəlib sual verənə ki, hansı əməl daha yaxşıdır? İmam baxır ki, bunda çatışmayan cəhət hansıdır? Məsələn, harda bunun düyünü var? Baxır görür ki, məsələn, valideyni ilə yola getmir. Biri, məsələn, əli bərkdir, sədəqə vermir, kömək eləyir. Onlara uyğun cavab verir ki, yəni sənin üçün ən üstün əməl hal-hazırda sədəqə verməkdir və yaxud valideynə yaxşılıq eləməkdir. İmam Musa Kazım əleyhissalam da elə həmin üslubuna kimlər ki, köməyə ehtiyacı var idi düşüncə baxımına. Baxırdı ki, düşüncəsində məsələn hansı düşüncə sahibidirsə ki, bu onu azdıra bilər, həmin cəhətdən ona o vasitə ilə də kömək eləyirdi. Məsələn, birinə dua vasitəsilə deyirdi ki, məsələn, Yunus adında bir nəfər gəldi, dedi ki, sualım var, nəsə sualını verdi, danışdılar və dedi ki, mən sənə bir dua öyrədim ki, 2 cümlədən ibarətdir. Bu duanı hər zaman elə. Hələ bu bizim özümüzə də lazımdır. Bu duanı hər zaman elə. O duada belədir ki, Allahümmə la təcəlni minəl muarin və la tuxricni minət təqsir. Çox sadə bir duadır. İlahi, məni muarinlərdən eləmə. Muarin nədir? Yəni, mən dindarlar arasında dindar olum, amma başqa bir fəsad cəmiyyətində öz dinimdən çıxıb, yəni imanımdan çıxıb. Yəni, məni öz dinimdə, imanımda sabit elə, möhkəm olum öz imanımda. İkinci tərəfə də budur ki, ilahi, məni təqsirdən çıxartma, azlığa qane olmaqdan çıxartma. Bu duada Yunus soruşdu ondan ki, imamdan ki, birinci tərəfin başa düşdüm, məlum. Amma ikinci tərəfin başa düşmədim. Niyə görə axı aza qane olmalıyam? Biz eşitmişik, biz bilirik ki, aza qane olmamalıdır, çoxun ardıcan getməlidir filan. İmam buyurur ki, yox, o mənada yox. Sən hər yaxşı bir iş gördünsə, onu özün üçün az bil. Onu özün üçün az bil. Ola bilər, bəlkə mən cümləni düz demədim. Yəni, aza qane olma bu mənadır ki, yəni, elədiyi az bil. İlahi, məni azlıqdan çıxartma. Yəni ki, mən elə burada qalım, az bilmirəm. Məsələn, ibadət eləmirsən, ibadəti çox bilmə. Elm sahibisən, bir şey öyrənmirsən, elmi çox bilmə. Yaxşı bir iş görmürsən, o işi böyük bilmə. Yəni, az bil. Çünki bu insanda bəzi şeylər yarada bilər ki, ücub yarada bilər, təkəbbürlük yarada bilər, özündən razılıq yarada bilər. Ona görə bu şeylərlə belə deyək, bu şeyləri özü az bil ki, səni gəlib yoldan azdırmasın. Məsələn, imam baxırdı ona ki, bu elədiyi şeyləri məsələn özü üçün çox bilir. Onda da qürur yaradır, qürurlanar və ücbə getirib çıxardar, təkəbbürlüyə və nəhayətdə də gəlib dindən, imandan uzaqlaşmasına səbəb olar. İkinci tərəfi budur ki, çox danışmaq olar, mən sizə belə qısa şəkildə deyim. İkinci üslubu bu idi İmam Musa Kazım əleyhissalamın ki, insanlara düşüncədə yardım edirdi. Və üçüncü tərəfi budur ki, insanların abrını qoruyurdu. Çünki Əbbasi xilafəti insanlarda belə deyək də abır həya qoymamışdı. Onların abırlarını əldən aparırdı. İmam Musa Kazım insanların abırların qorunmasında həm özü məşğul olurdu, həm də ətrafına daim tapışırdı ki, insanların kimliyindən, əqidəsindən hətta asılı olmayaraq abırlarını qoruyub saxırdı. Qulamının biri gəldi bir gün dedi İmam Musa Kazım ki, ağa, sən bir nəfər gətirmirsən bağda işləməyə, xurma yığmağa, muzdurunu da təyin eləmirsən, zəhmət haqqısını. Amma mən gördüm ki, o yığa-yığa orada xurmalardan, hətta bəzilərindən, yaxşılarından divarın o tərəfinə atır ki, axşam gedəndə yığıb aparsın, oğurluq edir. İmam buna buyurdu ki, qulamına ki, sən get işi gör.
get başqa işindən məşğul ol və digər qulamını çağırdı ki, həmin qulam ki, ondan xəbəri yox idi. Yəni istəmirdi ki, bu qulamın dediyi söz başqa bir, hətta qulamı belə eşitsin və həmin o işi görənin abrı aradan getsin. Çünki imam fikirləşdi ki, ola bilər ki, ehtiyacı var. Çünki belə bir şəraitdə yaşayır. Ehtiyacdan oğurluq edir, eybi yoxdur. Gedim mən halallığını verim ona. Gəlir bağa, həmin şəxsə deyir ki, filan kəs evdə yeməyə çörəyin yoxdur, filan məsələsi bəlkə tapmırsan, ehtiyacın var. Dedi, yox, şükür olsun Allaha, işləyirəm də, ailəmi də dolandıra bilirəm. Dedi, bəlkə paltar almağa pulun yoxdur, ehtiyacı var. Dedi, şükür Allaha, onu da çatdıra bilirəm. Dedi, bəlkə filan şeyi də çatdıra bilmirsən. Bir neçə dənə misal çəkdi, olsun ki, ehtiyacın var bu şeyləri çatdıra bilirsən. Hamısında dedi ki, şükür olsun, yaxşıyam. Dolana bilirəm. Dedi, yaxşı, əgər dolana bilirsənsə, bəs nəyə görə oğurluq eləyirsən? Gördü ki, imam bilir, imam xəbərdardır və cavabı belə oldu. Dedi ki, ağa, mən oğurluq eləməyi sevirəm, ehtiyacdan eləmirəm, xoşum gəlir oğurluq eləməkdən. Və imam da oradan ona nəsihət elədi. Dedi, əgər ehtiyacdan olsaydı, mən səni halal eləyəcəkdim, bağışlayacaqdım, səni də bağışlayıram, əhv eləyəcəkdim. Amma nəsihət də budur ki, eləməyəsən bu işi, görməyəsən oğurluğum. Amma ikinci tərəfə budur ki, sən ki oğurluğu sevirsən, xoşun gəlir bu əməldən, bu özü çox bir şeydir. Və özünün də sözü bu oldu imamın ki, bir var insan günahı ehtiyacdan eləyə, oğurluğa məsələn. Bir də var ki, insan günahı sevib eləyə. Bu, birinci tərəfi düzələn məsələdir. Ehtiyacın aradan qalxandan sonra da oğurluq eləməzsən, günah eləməzsən. Amma günahı sevirsənsə, bu insanı aparıb oda, atəşə çıxardar, uçuruma çıxardar. Bu cür insanların abrını qorumağına, bu təbii ki, bir misal idi. Bundan çox da misallar çəkmək olar ki, İmam Musa Kazım əleyhissalamın özü bizim üçün örnəkdir ki, biz də öz zamanəmizdə baxıb, məsələn, öz dostlarımızın arasında, qonşularımızın, kəndçilərimizin, məhəlləmizin, cəmiyyətimizin arasında ehtiyaclı insanlar varsa, həm düşüncə baxımından yollarını azmasınlar deyənə, həm də maddi ehtiyacları, məsələn, var ki, elə ailələr var ki, məsələn, dilinə gətirmir. Elə insanlar var ki, gecəni, məsələn, çörəksiz yatır, yemədən ac yatır. Onlardan xəbər tutub, elə öz imamımızın yolunda bu cürlə yaşadaq. İmam Musa Kazım əleyhissalamın da Əbbasi fəsadlarının, xilafətinin fəsadlarının müqabilində göstərdiyi, belə deyək, yol, davrandığı yol da bu üç saydığımız üslubdan ibarət edir. Hazır, çox sağ ol. Verilişin vaxtı məhduddur. İnanıram bu qısa vaxt ərzində izləyəcəyimiz bir nəticə çıxarır verilişdən. İnşallah. Allah sizlərə də müvəffəq eləsin. Allah razı olsun. Çox sağ olun. Biraz izləyicilər, bir verilişin sonuna gəlib çatdıq. Bugün biz İmam Musa Kazımın şəhadət günü idi və bunun haqqında müzakirə apardıq. Müzakirə bağlı verilişimizə ilahiyyatçı Hacı Mütəllim Əliyevə dəvət etmişdik. Sizlə mən Pərvin Rəhimli idim. Növbəti həftə görüşmək ümidilə sizdən ayrılırıq. Allah'a əmanət, sağ olun.